Salam belə ki, əziz izləyənlər, biz 4 ailəm produktunu götürdük, ayrı-ayrı sumkaları yığdıq. İndi isə düşürük yola, gedirik ailələrə yardımımızı paylamağa. Siz də sözünüzü deyin. İnşallah Allah'ın köməkliyindən ərzağa ehtiyacı olan ailələrə öz yardımımızı göndəririk. Sağ olsun Bəhman sayəsində də qrup iştirak edir. Allah bu yardımı göndərən də canlı sağ eləsin. Qardaşın da var, kömək olsun təbii ki. Cümleten qardaş. Yəni o qardaş kömək olsun. Çəkilməyini istəmədi. Canı sağ olsun. Çox sağ olsun ki, o qardaşın köməyinə. İnşallah 4 ailəyə yardımımızı aparırıq və yola düşürük. Sağ olun. Deməli, dəyərli əzizlər, dediyimiz kimi 4 ailə inşallah yaxınlaşacaq, həmən ərzaq yardımlarını çatdıracaq. Allahın izindən və yenə xahiş edirəm ki, bizi izləməyə davam edin, bizim kanala dəstək olun, Çınar TV kanalını izləyin, takip edin, bəyənin. Yenə çox sağ olsun ki, o qardaş oruçluq ayında adını çəkilməni istəmədi. Çox sağ olsun ki, 4 nəfər ailəni sevindirəcək. Və buradan bütün qrupa da öz minnətdarımı bildirirəm. Çox sağ olsun ki, bizə dəstək verilir. İzləyicilər, biz gəldik Kürk Əsəbiyyət çatdıq, gördüyünüz kimi. Həmən ailənin ünvana gedirik və buradan da operatorumuz Rauf qardaşa öz minnətdarımı bildirirəm ki, hər həftə biz kasıb ailələri yoxlayanda, yardıma gedəndə Rauf qardaş bizi işıqlandırır, çəkir. Və Rauf qardaşın da əlaqə saxlamaq istəyənlər adlı nömrəni qeyd edəcəm. Öz çəkilişlərinizi Rauf qardaşa deyə bilərsiniz. Buyur Kərəm. Bəli, artıq bundan ikinci səfərdir ki, biz Kürk qəsəbəsinə gəlirik. Bu səfər həqiqətən yəni bu insana yardıma ehtiyacı var. İndi inşallah çəkəndə də özünüz görəcəksiniz. Kart nömrəsi də olsa, kart nömrəsini aşağıdan qeyd edəcəyik, özünüz kömək edərsiniz. Bəli, artıq qəsəbəyə giriş edirik. Birazdan ünvanda olacaq. Hələlik. Dəyərli izləyicilər, biz artıq gəldik, çatdıq Kürk qəsəbəsinə. Kürk qəsəbəsindəyik. İnşallah yardıma ehtiyacı olan bir ailə var burada. İkinci yardımımızdır. İkinci ailənin yardımı gətirik. Əziz izləyicilər, sizdən xahiş edirəm. TikTok sayfamızı izləyin və artıq dərəcədə bir xahişim var. TikTokda videolarımız silinir, spam gəlir. Xahiş edirəm hər kəsdən, bol bir komment, videoları paylaşın. O hamı baxsın, videolarımıza spam gəlməsin. İnşallah da ki, qrupun dəstəyi ilə necə lazımdır, lazım ailələrə dəstəyimizi göndərəcəyik. Sağ olun, salamat qalın. Qrupu izləyin. Dəyərli izləyənlər, deməli biz gəldik Kürk qəsəbəsinə çatdıq. Artıq produktumuz da buradadır. İndi girib ailəyə təqdim edəcəyik. Kürk qəsəbəsindəyik. Yenə də evin içini çəkəndə görəcəksiniz. Kart nömrəsini qoyacaq, ehtiyacı olan kim kömək eləmək istəyir, köməkli eləyər. Və bir də dəyərli izləyicilər, bizim yardım qrupuna qoşulmaq istəyənlər 05431 6606 nömrəsinə WhatsApp qrupumuzdur, bizim yardım qrupumuz. Ora qoşulub siz də öz dəstəyinizi göstərə bilərsiniz. Bizi izləyin. Birinci mərtəbədə. Birinci mərtəbə. Bəli, artıq ki biz gəldik ünvana çatdıq, ev yiyəsinə təqdim eləyəcəyik. Prosto yəni özü istəmir də, yəni Özün xahişindən işıqlandırmayaq da dəyərli izləyicilər. Bəli, artıq gəldik. Əsas odur ki, biz yardımı çatdırırıq. Yəni həmin ünvana biz gəldik. Artıq ünvandayıq. Yenə də ev yiyəsinin kart ünvanı olsa, kartını da qoyacaq ünvanı bura. Bəli, artıq ünvana gəldik. Axırıncı yəni produktumuzu da qoyduq bura. İndi ev yiyəsi yenə də sözünü demək istəsə, yəni üzü düşməsin. Yəni söz danışmaq istəyirsiniz. Bayramlı təbrik edir. Çox sağ olun, Allah köməyiniz olsun. Kartınız yəni var, ehtiyacı yəni varsa, yəni kart nömrəsi. Yəni istəsəz kartınızı yerləşdirər ekrana. Vərəqə yazarsınız, verərsiniz. Yəni Azərbaycan xalqının da üzü göstərmir. Nəsiz deyil, eşidirsə. Sadəcə köməkli istəyirik də Allah. Hamısının köməyində dursun, sizin də köməyinizdə dursun. Yəni bizi də yadınızdan çıxartmaq istəyir. Bəli, ailənin yəni köməyə ehtiyacı var. İndi kart nömrəsini aşağıdan sən qeyd edərsən. Bəli, kart nömrəni verəndə ona afra gəlin. Biz yerləşdirər ekrana. Mənim evim deyil, mən kirədə qalım burada. Bəli, bu evdə yəni həm də kiradır. Biraz möhkəm danışarız zəhmətiniz. Deyirəm, bu evdə kiradır, yəni mənim evim deyil də. Yəni 3 ayda kiranın pulunu verə bilmirəm. Bəli, yəni ev kirası pulu verməyə yəni ailə çətinlik çəkir. İnşallah yəni görərsiniz, köməkli eləyərsiniz. Xanım Rüstəm, yoldaşınız var. Var, o da fəhlədir. Fəhləşdir. Əməliyyat olub belindən imkan yoxdur. Allah kömək olsun, Allah şəbazın versin. Bizi yəni xanımcı dedi, yəni bilməm. Tanıtdı, zəng eləmişdilər özləri. Allah köməyiniz olsun. Şey olsa, imkan olsa bir gələn ay yenə gələrik. Yəni İnşallah. 1-2 aydan zaten sonra yenə gələcək. Yəni əlaqə saxlayarıq, yəni yenə ehtiyac olsa yenə.
ailənin kart hesabını yerləşdirək. Dəyərli izləyicilər, bu ailə onun deyək ki, kərə qalır öz evlərdir. Yoldaşı da fəhləşdir, xəstədir. Xahiş edirik ki, Kədə qala, mən neçə ildir buradayam, kədəyəm. Allah köməkləsin. Xahiş edirik ki, öz kartlarını yerləşdirək ekrana. Bu ailə kimin nə imkanı varsa, kira pulunu Azərbaycan xalqı olaraq dəstək verin. Kömək eləyin ki, kira pulunu ödəsinlər. Biz də bacardığımız qədər indi qrupun köməyindən gəldik, ərzaq yardımını çatdırdıq. Kərəm, buyurun, sağollaşaq. Bəli, artıq yəni gördünüz hər şeyi. Kart nömrəsini də aşağıdan qeyd eləyəcəyik. İnşallah kömək eləyərsiniz. Təkrardan da bayramımızı, Allah hamının, kömək. bütün Azərbaycan xalqının bayramını təbrik edirik. Neçə belə gözəl illəri. Sağ olun, hələlik.